mütləq imsakda oyanmaq lazımdır və günə su ilə başlamaq lazımdır. Bəzi insanlar imsakda yemək yeyə bilmirəm deyir. Heç olmasa su içmək üçün oyanmaq mütləqdir. Daha sonra yemək yeyəcəksinizsə, burada yediyiniz qidalara diqqət yetirmək lazımdır ki, qan şəkərinizi sürətlə yüksəltməsin. Əks halda gün ərzində özünüzü yorğun, halsız hiss edəcəksiniz və aclıq və susuzluq hissiniz də artacaq. Buna görə də imsakda ən gözəl, sizi gün boyu tox tutacaq vasitə zülaldan zəngin qidalar olacaq ki, zülaldan zəngin bir səhər yeməyiniz olmalıdır və daha çox maye ehtiyacınızı da ödəyən tərəvəzlər ola bilər, meyvə də istifadə edə bilərsiniz. Zula qaynağı olaraq yumurta, pendir, az duzlu olmaq şərti ilə kəsmikdən istifadə edə bilərsiniz və sizi tox tutması üçün yağ qrupunda yer alan qidalardan da çərəzlər ola bilər, daha sonra avokado ola bilər, duzsuz zeytun da yağ qrupunda yer alan qidalardan ola bilər və 1-2 dilim təbii ki, tam taxıl çörək də ola bilər ki, gün ərzində tox qalasınız və lifdən də zəngin qidalanmış olarsınız ki, Ramazan boyunca özünüzün mədə-bağırsaq sistemini yükləməmiş olarsınız və həzm sistemi problemlərini daha az yaşayarsınız. Yəni, birinci ilk növbədə su ehtiyacımızı ödürük. İmsakda birdən-birə çox su içməyin ehtiyac yoxdur. 2 stəkan su içməyiniz maksimum 3 kifayət edəcəkdir. Günlük su ehtiyacınızı ödəyəcəkdir. Digər hissəsini isə axşam iftarda orucunuzu açanda və iftardan sonra yatana qədər içə bilərsiniz.